Hörmətli izləyicilər, 6-cı siniflər. Bu gün sizə 6-cı sinif iş dəftərinə səhifə 22-də olan dil qaydalarına aid tapşırıqların izahını vermək istəyirəm. Bu tapşırıqlar alınma sözlərin bitişik və defislə yazılması qaydasına aiddir. İndi biz bir-bir tapşırıqlara baxaq. Birinci sualda, yəni daha doğrusu A sualında, A tapşırığında deyilir. İzahlara uyğun gələn sözləri qarşısında yaz. Mikrobların artıb törəməsinin qarşısını alan, yaxud onları məhv edən maddə. Əgər mikrobları qarşısını alırsa uşaqlar, bunun adı, bura yazıram, antibiotikdir. Antibiotik. Hansı maddə oldu uşaqlar? Antibiotik maddəsi. İkinci söz, kompüterdə mühafizə olunan informasiyanı viruslardan mühafizə etmək üçün xüsusi proqram siz daha da yaxşı bilərsiniz. Bu nədir uşaqlar? Antivirus. Antivirus.